Ermənistanda olduqca maraqlı proseslər baş verir. Keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyan hazırki imkanlarından istifadə edərək Rusiyaya bağlı bütün hücrələri dağıtmağa girişib. Sonuncu, kilsəyə qarşı başlayan mübarizə Ermənistanın uzun illərdir Rusiyanın kök atdığı və bütün regional istəklərinə ideoloji don geyindirdiyi strukturlaşmış pətəyə hücumdur. Rusiya 19-cu əsrdən erməniləri Qafqaza köçürəndən kilsədən maksimum istifadə edib. Alban abidələrinin, Albaniyanın xristiyan irsinin erməni apostol kilsəsi adına saxtalaşdırılmasından tutmuş, bu strukturun ermənilər içərisində toxunulmaza çevrilməsinə və dünyaya yayılmasına qədər. Bütün proseslərə Rusiya dərin dövləti rəhbərlik edib, maliyyələşdirib, tarix yaradıb, ermənilər üçün dini əsaslandırma hazırlayıb və məhz kilsənin əli ilə də erməniləri Cənubi Qafqazda, o cümlədən Birinci Dünya müharibəsi illərində maşaya çevirib, onlardan maksimum istifadə edib. Paşinyan korrupsiyalaşmış, nüfuzdan düşmüş və erməni cəmiyyəti tərəfindən rədd edilən Sərkisyan Köçəryan cütlüyünü asanlıqla məğlub etdikdən sonra onların təsir imkanlarını uzun müddətdir kəsib tökür. Hətta 44 günlük müharibənin Aprel savaşının nəticəsi olduğunu, Sərkisyan Köçəryan cütlüyünün işğalla Ermənistanı əsir saxladığını cəsarətlə dilə gətirməklə. Hazırda isə Ermənistanın növbəti dəfə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün imkan yaradan qurumlara qarşı proses başladıb. Rusiya ilk dəfə kilsədən istifadə imkanı və gücünü Keşiş Baqratın timsalında daha qabarıq göstərmişdi. O vaxta qədər kilsə işğal senarilərində vətənpərvər simaya bürünməklə ictimaiyyətin daxilinə Rus virusunu sezilmədən yayırdı. Kurator geniş maliyyə imkanları və kilsənin birbaşa dəstəyi ilə başladılan yürüş fiyaskoya uğrayandan sonra müvəqqəti geri çəkilməyə məcbur oldu. Ancaq kilsəyə verilən tapşırıqlar dayanmadı. Paşinyan isə məqam gözləyirdi və bu məqam yetişdi. Kilsə rəhbərlərinin əslində necə çirkin olduqları ictimaiyyətə elan edildi. Nikol ən ağır sözlərlə onların təhqirinə və ifşasına başladı. Məlum oldu ki, ermənilərin sitayiş etdiyi kilsə mənsubları, o cümlədən 2-ci Qaragin əxlaqsızdı, subaylıq andını pozub, övlad sahibidir və s. Bunun ardınca milyarder Samuel Karapetyana qarşı təzyiqlər və onun həbsi məsələsi gündəmə gəldi. Paşinyan həm də açıq oynayır. Karapetyan nə korrupsiya, nə rüşvət, nə də vergidən yayınma ilə ittiham olunur. Ona qarşı irəli sürülən ittiham birbaşa olaraq hakimiyyətin ələ keçirilməsinə cəhddir və bu təsadüfi deyil. Karapetyan Rusiya vətəndaşıdır. Məxməri inqilabdan sonra Rusiyanın tövsiyəsi ilə Ermənistana yardım etdi. Nə qədər qəribə də olsa, Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zakharova Karapetyanın Rusiyanın göstərişi ilə Ermənistana getdiyini etiraf etdi və bunu Paşinyanın qarant verməsi, valyuta cəlb etmə çağırışı ilə əlaqələndirdi. Paşinyan bir tərəfdən enerji strukturlarını Rusiyanın əsarətindən xilas etməyə çalışırsa, digər tərəfdən Kremlin yerdəki ən ciddi maliyyə mənbəyini zərərsizləşdirmək istəyir. Bəs niyə indi? Xatırlatdığımız kimi, çünki məqam yetişib. 1. Bir neçə gün öncə Moskva Times nəşri yazdı ki, son səsvermədə Ermənistanın Rusiya ilə əlaqələrinə müsbət baxan ermənilər 31% təşkil edir. Halbuki 2019-cu ildə bu rəqəm 93% olmuşdu. 2. Rusiyanın Ermənistanda təsiri kəskin azalıb. O səviyyədə ki, artıq İrəvanın özündə belə gənclər rus dilini bilmir, rusca başa düşmür. 3. Rusiyanın siyasi təsir rıçaqları olan iki qoca, Sərkisyan və Köçəryan cəmiyyətdə qəbul edilmirlər. 4. Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri nizama salmaq, Türkiyə ilə sərhədi açmaq və Türkiyə üzərindən Avropaya çıxmağı hədəfləyir. O məqalədə ən maraqlı məqam Kremlin Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kriyenkaya 2026-cı il parlament seçkilərinə qədər Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırığı verməsi və bu istiqamətdə fəaliyyətin başlandığı qeydidir. Görünür, Paşinyan da bu fəaliyyətə qarşı aktiv müqavimətə başlayıb və Rusiyanın hakimiyyət dəyişikliyi senarisini sıfırlamaqla məşğuldur.
Kilsəyə, o cümlədən Karapetyana qarşı prosesin Paşinyanın Türkiyə səfəri və Erdoğanla görüşü öncəsi başlaması da diqqət çəkicidir. Paşinyanın Türkiyədən qayıtdıqdan sonra Keşiş Baqratın hakimiyyət çevrilişində birbaşa iştirakda ittiham edib, evində axtarışlara başlanılması, o cümlədən Daşnaksutyun Partiyası mənsublarının da bu cinayət təqibinin hədəfinə çevrilməsinə kompleks yanaşma tələb edilir.